Her vaxtınız xeyir gözəl insanlar, xoş gördük. Yenə deyəcək ki, yenə nəyisə özünü reklam edir, nəyi reklam edir. Bax, bu kitaj groza deyirsə, aparırıq, qurt düşür, nə bilim, kəpənək düşür, aparırıq, quruyur, nə bilim, nə olur. Bax, bunun boyunu görsün, nə boydadır. Boyu bu gün sabah gəlib 2 metr, yarım 3 metr olacaq. Bax, görsün. Erkən içəriden çıxartdım, yarpaqlarını tökdü. Müntəzədən yarpaqlama verir. Maşallah üstə dolu çiçəkdir. Hələ mənim əlimdə, bu boyda sıxlığın içində bu kitaj grozanı saxlamaq bilirsiniz çətindir. Hələ mənim əlimdə bir dənə kitaj groza demək olar ki, xarab olmuş. Hibridlərdən başqa. Hibridlər bilirsiniz də, çətindir. Hibridlərə bir söz deyəmirəm. Bax, bu yoğunluqdadır. Bu hələ mənim burada sıxlıq olan yerimdə. Siz bu aparırsınız. Bir dənə kitaj grozanı aparıb ortalığa çıxardamısınız. Deyirsiniz ki, aparırıq, nə bilim, nə olur, çürüyür, quruyur, qavdan çıxardıram, qava əkirəm, xarab olur. Yəni, bu böyük bir qavda deyil elə. Hələ bu böyük qavda olsa, bunun yarpaqları belə olardı. Yəni, sıxlıqdadır. Deyirsiniz, xarab olan bir şey. Valla, xarab olan bir şey yoxdur. Sadəcə baxımsızdır. Aparırsınız, qulluq eləmişsiniz, yerini günəşli eləmişsiniz. Bax, indi qaytarıb yerinə qoyuram. Hara qoymuşdum? Bak görürsünüz haradadır. Hara koymuştum, bak orada koydum. Görürsünüz. Bak qaytardım yerine de koydum. Görürsünüz güneşi. Güneş birbaşa en azından 280 derece güneş şüası vurmalıdır. Eğer güneş şüası vurmayırsa sizin gülə, vallahi heç orada gülü alıb, sonra da gül satanın barəsində nəyəsə danışmağa ehtiyac yoxdur. Hər bir şeyin düzgün qaydada güneş şüası vacibdir görmək. Görürsünüz, güneş mənim gözümə vurur. Bunu nəyə görə belə çəkirəm? Siz aparırsınız, keyfiniz istəyən yerə qoyursunuz. Keyfi istəyən yerdə gül olmur. Elə bir şey yoxdur. Heç bir tarixdə də yazılmıyor. Ona görə özünüzə əziyyət verməyin. Alıb nə gül satanı problem yaratmayın, nə özünüzə problem yaratmayın. Gedin o qədər iskusunu güllər var ki, alın, dipçəyinizə qoyun evinizə. Qoy ilin 12 ay sizə çiçək olsun. Amma oksigeni olmayacaqdır. Ona görə hər bir şeyi birinci növbədə günəş şüası olan yerə qoymaq lazım ki, bitki də sağlam olsun. Yani gelip başkasını da suçlamayın ki, demeyin ki, ben apardım, falan kes falan yere gül satırdı. Apardım, savaklar kurudu. Savak kuruyan bir şey yoktur. Kuruyan bir şey niye bu boyutta böyle ağac olur? Yani ona göre de düzgün bakın. Məsləhəti düzgün verin. Aparın düzgün yerinizə də qoyun. İl boyda çiçək açsın.